Sovet dövründə özünə saxta pul zavodu açmış kriminal əfsanə Viktor Baranov. Viktor düz 9 il boyunca pulların necə çap olunduğunu, hansı materiallardan istifadə olunduğunu öyrənib. İşin bütün incəliklərini öyrəndikdən sonra o saxta pullar düzəltməyə başlayıb. Viktorun əl işi o qədər mükəmməl idi ki, heç kim bu saxta pulları əslindən ayıra bilmirdi. Amma çox keçmədən KGB-yə dövriyyədə saxta pulların olduğu xəbər çatıb və onlar axtarışa keçib. Viktor pulları daha kiçik əskinazlarla, 25-lik rubullarla çıxarmağa başlayır. Amma yenə də onun öz işindən istefa verməsi, yeni maşın alması və yoldaşının zinət əşyalar alması ətrafdaşları şübhələndirir. Viktor bu işlə uzun müddət məşğul olsa da, yoldaşı daxil olmaqla heç kəsə bu barədə danışmır. Və bir gün bazarda alış-veriş edərkən satıcı onun verdiyi puldan şübhələnir və polisə məlumat verir və Viktor tutulur. 12 il həbs yatır. Azadlığa çıxdıqdan sonra isə ondan soruşurlar: "Yenidən saxta pul düzəldərsinizmi?" O isə cavab verir: "Mən dünyada ən mürəkkəb mühafizə elementləri olan Sovet pulunu yaratdım. Pul qazanmaqdan daha çox öz yaradıcılığımdan zövq aldım. Həmin zövq ömrümün sonuna qədər yetərlidir."